həm sürətli, həm koordinatı qabaqlayır. Təcil, aha, indi nə qədər qabaqlayır onu denəndə. Sürət koordinatı pi bölü 2 qədər. Bəs təcil? O da onu pi bölü 2 qədər. Təcillə sürəti pi bölü 2 qədər qabaqlayır. Ay sağ ol. Amma x-i pi qədər qabaqlayır. Təcil koordinatı isə pi qədər. Biz bunu belə yadımızda saxlayırıq. Xıvardıcılığı ilə. Düzdür? Bax burada yazmışam. Görsən? Sürət koordinatı pi bölü 2 qədər qabaqlayır. Təcil sürəti. Bəs desəm ki, hansı geri qalır? Nə qədər? Hansı geri qalır? Aha. Təbii ki, sürət qabaqlayırsa, onda belə çıxır ki, koordinat da geri qalır. Geri qalır da. Pi bölü 2 qədər. Və yaxud da təcil sürəti pi bölü 2 qədər qabaqlayırsa, sürət də təcildən geri qalır. Pi bölü 2 qədər. Bəs koordinat təcildən pi qədər geriyə qalır. Aysa, buna aid nümunələr yəqin ki, versəm yaza bilərsən. Yox? Mən verin yazım.